Bu gördüyünüz otaq duz otağıdır. Duz otağı divarları və havası duz hissəcikləri ilə zənginləşdirilmiş xüsusi mühitdir. Yəni otağın divarları əsasən duz materiallarından hazırlanır və otağın havasına duz hissəcikləri buraxılır. Bu terapiyaya haloterapiya deyilir. Haloterapiya əsasən asma, allergiya və bronxit kimi tənəffüs yolu xəstəliklərində istifadə olunur. Otaqda xüsusi cihaz olur. Bu cihaz duzu mikroskopik hissəciklərə çevirir və havaya buraxır. Siz nəfəs aldıqca həmin duz hissəcikləri tənəffüs yollarınıza daxil olur. Bəzən havaya yod da buraxırlar. Ölkəmizdə bu müalicənin ən məşhur yerlərindən biri Naxçıvanda yerləşən Duzdağ mağarasıdır. Amma hər kəsin Naxçıvana getmək imkanı olmur. Ona görə bu videonu paylaşıram ki, başqa bölgələrdə də duz otaqlarının olduğunu biləsiniz. Bu cür otaqlar bir çox sanatoriyalarda və müalicə mərkəzlərində mövcuddur. Bu məkanla reklam əməkdaşlığım olmadığı üçün ad çəkə bilmirəm. Amma istəyənlər belə duz otaqlarının olduğu yerləri araşdırıb gedə bilər.